bu apostrof d-ni görsək, daha rahat dildə desək, yuxarıdan xətt d-ni görsək, bu would deməkdir. Would bilirik nədir? Tam yox. Aha. Gəl would-dan danışaq. Would. Would hərəkətdən əvvəl işlənir. İstənilən adamla hərəkətin arasında ən sadədirsə, məsələn, I would, elə bu buradakini izah eləyim də, yəni yenisini yazım. I would see, fikir verirsən? Görəcəyimə ümid edirdim. I will see you again, səni yenidən görəcəyimə. I would go, burada indi bunun ikinci tərəfi də vardı ya, bu şəkildə tərcümə olunur. Amma ayrıca would olaraq desə, I would go, gedərdim. Məsəl üçün, I would drink tea, mən çay içərdim. Şəlin keçmişidir də. Yo. Şəl. Onu biz elə adlandıra bilmərik, çünki shall will deməkdir. İkisi də eyni şeydirlər. Would. Would-la onlar bir-birinə fərqli. Sadəcə tərcümə baxımından biraz fərqliliyi var. Məsələn, I go, mən gedirəm. I will go, mən gedəcəm. I would go, gedərdim. Başa sala bildim? Hə. Aydın oldu? Yəni bunun çox da belə şəllə biz əlaqələndirə bilmirik danışıqda. Hər zaman qrammatikaları öyrənəndə istənilən qrammatika həmişə cümlə içində öyrənmək lazımdır. Heç bir halda onun tərifini əzbərləmək heç vaxt səni danışdıra bilməz. Yaxşı? Okay.